Bilgisayarın dilini dəyişmək üçün əlbəttə iki hal var biz istəyirik dili dəyişək. Birinci halda fərz edin istəyirik ki, müxtəlif dillər ola. Fərzən eləyə bilək ərəb əlifbasında, yəni farsı dildə yazaq, ya Azərbaycan türkçəsində, ya İsveç və ingilisi. Bu bir halətdir. İkinci halət ondan ibarətdir ki, istəyirik küllən bilgisayarın dilini dəyişək. İndi siz burada baxsaz, məsələn, üstdə o zibilqabı, o zatları ki, tulluruq, atırıq, orada silirik. Burada yazıb Papaşkoriya. İcazə ver bunu gətirim. Bu İsveç dilidir. Yəni bu bilgisayarın dilidir, bu İsveç dilidir. Əgər ümumi halda bu dili istəyirik dəyişək, başqa dil və məsələn Azərbaycan türkçəsi, Finlandiya və başqa dil. Bu işi görmək üçün üzr istəyirəm. Sol tərəfdə aşağıda bu startı klik eləməliyik. Sonra burada kontrol panel. Bunu mən gətirim qabağa. Bunu klik eləməliyik üstünə. Mesela mən yenidən açım. O vurduq bu cür bir şey açılacaq. Burada baxsaq bir yer kürəsidir və üstündə saat əkizi var. Gətirim qabağa. Görürsünüz də. Burada baxsaq bu aşağıda manzurum budur. Yazıb Büt Wisnings is broke. Bu. Bunun üstünə klik eləyəcəksiniz. Bunun üstünə klik vurdunuz, bu cür bir səhifə açılacaq. Üstə baxın da, bilirsiniz, burada bir menü verib üstə, yazıb format, plats, yəni yer. Bax, bunun üstündə olsa, üçüncü alternativ olacaq. Mənim bilgisayarımın dilində İsveçdir. Bu üçüncü, yazıb burada, mesela üstdən üçüncünü seçəcəksiniz. Sonra burada gələcəksiniz yeni dil, bilgisayarın dilini dəyişmək üçün. Burada İsveç dilində yazıb installera eller av installera språk, yəni bir dili yükləmə ya onu silmə. Yəni buranı tıklayacaqsınız. İcazə ver. Bu. Mən burada tıklıram. Bu bir səhifə açılacaq. Buranı vuracağıq. Üstə birinci alternativ. Gənə də mən buranı vururam. Gənə də birinci alternativi vuracağıq. Start Windows Update İngilisi yazıb. Buranı vuracağıq. Bu bir səhifə açılacaq. Bu səhifəni açılanda burada bax. Burada yazıb 36 dənə mesela yendirmə, yükləməyə proqram var. Eləyə bilərsiniz, orası siz. Mənzur müxtəlif dillərdir orada. Mən gətirim qabağa. İcazə ver. Bura. Bunu deyirəm. Bunun üstünə tıklamalısınız. Bunun üstünə mən tıklayayım. Bu bir səhifə açılacaq. O istədiyiniz dili sol tərəfinə, fərzələn Japonu dildir. Bu bir klik vurun. Sonra OK-yi vurun. OK-yi vuranda bax sol tərəfdə gəldi. Əlbəttə bu da İsveç dilində yazıb. Onlar ki İsveç dilini başa düşmürlər, şayət başa bunu düşmürlər. Yazıb bir dənə, yəni siz bir seçdiniz. Əndazəsi də yazıb 100 megabayt. Sonra aşağıda bunu vuracağıq. Installera. Bunu tıklasaq o dili gətirəcək bizim bilgisayara. Mən gətirim qabağa. Bəli, budur. Bunu tıklayacaqsınız, bu başlayacaq o dili gətirə. Bu gətirəndən sonra mən buranı bağlıram. Siz gəlsəz bu səhifəni ki biz varıq. Burada bu fleşi icazə ver. Bunun üstünə klik vursaz, o dili ki install edilib, onu da göstərəcək. Yəni burada bax, mən burada vururam ərəbi. Ərəbi dili install olub. Əgər o Japonu da gələcək düşəm onun aşağıda.
İndi fərzənə gəlmək istəyirəm, dilini dəyişəm eləyəm ərəbi. Bunu gərək klik eləyəm ərəbiyə. Ərəbi gəldi düşdü üstə. Sonra yazacağıq bu aşağıda. Sağ tərəfdə work stil. İngiliscə olur run. Bəstəlah bunu mən gətirim. Qabağa. Bunu tıklayacaqsınız. O dili mesela sizin dilinizi dəyişə bilgisayarın dilini dəyişə. Çox sadə bir prosesdir. Amma mən sizə başqa bir şey istəyirəm deyəm. İmkanı var siz gedəsiz ora, o dili tapanmayasınız. Məsələn, fərzən Azərbaycan türkçəsinin, farsı dilin. Əgər o istədiyiniz dili orada tapanmasanız, burada aşağıda buranı tıklayacaqsınız. İcazə ver, mən bunu gətirim qabağa. Buranın üstünü tıklayacaqsınız. Bunu bir zad açılacaq. Burada yazıb, baxın bu. Microsoft Local Esprok proqramı. Microsoft'un o müxtəlif dillərin proqramı qoyub bura. Özü də havayı onu gətirmək. Bəli, bu cür. Bunun üstünü tıklayacaqsınız. Mən tıklayayım bunu. İndi açır. İndi bu cür bir səhifə açır. Microsoft'un o dil, burada Esprok paket mənzur dillərdir. Burada baxsanız, Ladaner sol tərəfdə, yəni download. Əgər sizin bilgisayarın dili ingilis olsa, burada download kəlməsini görəcəksiniz. Burada o dili ki, istəsiniz lazımdır sizə, eləyə bilərsiniz, onu seçəsiniz. Burada çox dillər var. O dil əgər orada bayaqki kimin ki biz getdik, əgər orada olmasa, buradan gəlib yendirməlisiniz. Bu da özü də Windows 7-yə kimindir. Siz bunu yendirəndə gedəcək düşə bilgisayarınıza. Mən buranı bağlıram, mənə lazımdır. Bilgisayarınıza gələ bilərsiniz yeri haradır. Sonra burada gələcəksiniz, gəlin də həmən yeri burada. Üstə, mən gələcək yatırım qabağa. Buranı vuracaqsınız. Cızıvı buranı bağlayayım. O dili ki istəyirsiniz, gətiribsiz. Bu cür açılacaq. Gənə də bu birinci alternativi vuracaqsınız. Yenidən bir səhifə açılacaq. Bunda ikinci alternativi vuracaqsınız. Bu da İsveç dilində yazıb ki, mesela eləyə bilərsən öz bilgisayarından istəsən gətirəm. Bu ikinci alternativi vuranda bu bizə də açılacaq. Burada üstə Bledra, yəni Browse, öz bilgisayarında axtara bilərsən o proqram dili ki gətiribsən. Mən gətirim qabağa. Bax, bu getdi. Aha. Bu görüm niyə gəlmə qabağa, əcibdir. Yox, hər hal bunu burada görürsünüz. Bunun üstünə bu cür vuracaqsınız. Bu cür sizin bilgisayarda açılacaq ki, bunun yerini tapacaqsınız. Məsələn, fərz eləyin, burada qoyubsuz musik bölümünə, şəkil bölümünə, hara məmulən burada o yüklədiyiniz fillər, onu gərək tapasınız. Onu tapdınız, üstünə əlamət vuracaqsınız, sonra OK-yi vurasınız. Gələ düşə bura. Yəni OK-yi vurandan sonra gəlib düşəcək bu üstə. Buranın qabağına. Bilmirəm niyə onu gətirmir qabağa və hər hal ondan işim yox. Düşəndən sonra burada aşağıda next. Next-i vuracaqsınız. Bəstəlah gedəsiniz qabağa. O dil installeri ola. Next-i vurub gedəndən sonra. Sonra gəlsəz bura yenidən. Baxsaz, buranı bağlayayım. Bura. Gələcək düşə o dili ki bilgisayardan gətirib düşəcək bura. Onda onun üstünə klik vurmalısınız. Yəni work stili burada aşağıda vurmalısınız. Getməlisiniz qabağa.
ki, dili dəyişəsiz bu cür. Çox sadə idi. O birisi də ki, yazıda neçə dənə dildən necə gətirib istifadə edə bilirik. İnşallah mən başqa fürsətdə izahat verirəm. Bəs xülasə, əziz dostlar, bu cür oldu. Siz istəyirsiniz eləyəz, əvvəl bu hissəni vurmalısınız. Bu cür. Yenidən bu səhifəni vurmalısınız. Sonra Start a Windows buranı vurmalısınız. Burada bu aşağı alternativi vurmalısınız. Dili seçib OK'yi vurup OK'yi vurandan sonra mesela fərz elə bu. Gəlib burada installera vurmalısınız. O dil gəlib düşəcək bura. Əgər o olmasa, əgər orada istədiyiniz dili tapmasanız, buradan gedib axtarmalısınız aşağıdan. Burada bunu vurmalısınız. Yenidən Microsoft Local bunu vurmalısınız. Bəli, o səhifə açılacaq. Əlbəttə, buraya dedim mən sizə. Lazım da çox təkrar edirəm. Buradan gətirəcəksiniz. Öz bilgisayarınızda saxlayandan sonra gələ yenidən bunu vuracaqsınız. Birinci alternativ, sonra ikinci alternativi vuracaqsınız. Çünki siz öz bilgisayarınızdan gətirəsiniz. Bilgisayarınızdan vurup, burada bunu vurup, oradan o faylı ki, öz bilgisayarınızda axtararım. Üstünə klik vurup, OK'yi vurmalısınız. Gələ bu üstə görsənə. Sonra next vurmalısınız. Next'a, yəni next. Getməlidir mesela. O installer olandan sonra gəlib bura vursanız, aşağıda görsədəcək. Bunun üstünə alamat koymalısınız, düşməli üstə. Sonra bu aşağıda bunu vurmalısınız. O sizin bilgisayarın dili ümumi halda dəyişilər. Ümidvaram ki, mənim bu danışıqlarım dostlara faydalı oldu. Sağ olasınız, var olasınız. Mən bu qədər.